Allah, salam hörmətli izləyicilər, hardayıq? Şüvalanda Halva restoranının yanı. Möhtəşəm ev. Möhtəşəm bir ev, bir həyətdə 3 ev. Qiymət nədir? 500 min indirim olundu. Maşallah. Sonda Bizim deyəcəm gəlişimizlə qiyməti, 500 min manat indirim. Möhtəşəm bir qiymət. Dostlar, top dağıtmaz. Evin təsəvvür edin, divarlarının qalınlığı bəlkə 1 metrdən də çoxdur. Əsl, şəxsi tikili, ideal bir evdir. Demək, həyətdə belə sanitar qovşağı var. Çox detallarına gedirik, vaxt uzanır. Bura axıran otağı üçün nəzərdə tutulub. Bütöv yataq otağı, sanitar qovşağı, hər şey mövcuddur. Demək, burada belə maşın saxlamaq üçün yerimiz mövcuddur. Bura ayrılıqda evdir. Hər üçünün də kupçası var. 14 sotun içindədir. Bəli, bəli. Bu bizim bu evimizə, ikinci evimizə daxil olanda burada belə geniş sanitar qovşağı mövcuddur. Burası belə Sənə nə göstərəcəm? Ora qarajdır. qarajdır, ev, saraydır dostlar. Evdə olmayan heç nə yoxdur. Giriş qapısı buradandır. Burada belə holdu. Bəli, oldu. Burası Türk hamamı dostlar. Bax görün, əsl Quruşko ilə çimən vaxtlarım var idi. əsl dincəlməli bir yerdir. Keçək evimizin, bu evimizin ikinci mərtəbəsinə. Dostlar, demək, burada belə yataq otağımızdır. Bu bizim mətbəxtimizdir, qonaq otağı. Bu da bizim növbəti belə yataq otağı. Keçək inşallah əsas böyük evimizə. Sizi sürprizlər gözləyir, bəyənin, takib edin. Dostlar, deməli bu evimizi çəkdik tam olaraq. Sizə izah elədik, girişi oradan. Qaraj yeri buradır. Belə həyətdə bəlkə də deyərəm olmayan meyvə ağacı yoxdur. Qarşısına qədər asfaltdır, mərkəzi kanalizasiyadır. Burada Şüvalanın bahalı bir ərazisi, məşhur insanların yaşadığı bir yerdir. Bu da belə kabab üçün nəzərdə tutulub. Bura geniş belə baseyndir, çox genişdir. Burası belə gözəl bir setkasıdır. Burada bir setkada da kalonkalar mövcuddur. Ha, musiqi qoşursan orada işləyir. Həyətdə orada köməkçi otağımız da var. Bura bizim bağ yerimizdir. Yəni burada belə meyvə ağacları mövcuddur. Orada belə geniş yerimiz mövcuddur. Keçək inşallah əsas bizim bu böyük evimizin təqdimatına. Evimizdəki təbii ağlaylardan istifadə olunub. O belə əzəmətli, çox maraqlı bir evdir. İnşallah izləyin, görəcəksiniz. Qapımızdakı, bax, bir dənə baxın, bir dənə açıb örtürsən hər şey məlumdur. Hamısı isti, poldur. Buradan da giriş var, oradan da giriş var. Bax belə geniş mətbəxtimiz mövcuddur. Hə, keçək bura. Sanitar qovşağımıza. O da çox genişdir. Turan, qiymət dodaq uçub. 500 min indirim gəldi dostlar. Həqiqətən dostlar, bir anda bu divarlara baxarsınız, onu çəkərəm sizə. Sənə burada sepet otaq. Hə, bu otaqların divarlarına baxın, görün nə cür ev tikilir. Hə, demək dostlar, bura belə geniş yataq otağıdır. Burada belə sanitar qovşağıdır. Hələ sənə burada bir Ay maşallah. sürpriz otaq. Bəli. Pullarınızı yığırsınız, bizdə bu kondisionerlər də var mövcuddur. Burada dostlar belə bir yerimiz var. Divarın qalınlığına bir dənə baxın dostlar, 1 metrdir. Burada yəqin ki müəyyən əşyalar qoymaq üçün yer var. Yəni ev tam fərqli, gözəl evdir. Hamısı bahalı materiallardan istifadə olunur. İndi istədiyiniz aboyda istəsə seçim edib vura bilərsiniz. Burası nədir? Bu da bunun qonaq otağıdır. Bax belə hamısı kondisionerləri zat mövcuddur. Dostlar, demək ki bu da bizim pilləkan hissəmizdir. Evimiz 3 mərtəbədən ibarətdir. İnşallah ki daxil oluruq ikinci mərtəbəyə. İkinci mərtəbədə yataq otaqları sanki digər evlərin zalından böyükdür. Görün bu qədər maşallah geniş bir yataq otaqları mövcuddur. Bu yataq otağında belə geniş sanitar qovşağı var. Evdə sahibi deyir 5 dənə sanitar qovşağı mövcuddur. 5 dənə. Dostlar, bu bizim növbəti belə geniş yataq otağımızdır. Yenə eyni qayda bu yataq otağında da belə bir dənə sanitar qovşağı mövcuddur.
Ev çox əzəmətlidir. Deyirəm belə böyük yataq görürsən. Dostlar, bu da təsəvvür edin ki, ev sahibi dedi, 50 dedi, 60 kvadrat. 60 kvadrat təsəvvür edin ki, burada belə bir dənə yataq otağı var, 60 kvadrat. Yəni ki, maşallah. Qardırobmusu çox genişdir. Bu da bunun sanitar qovşağıdır. Keçirik bura, belə geniş sanitar qovşağına. Qalxırıq hara 3-cü mərtəbəyə. Dostlar, inşallah ki, sizə bu pilləkənlərdən qalxmaq nəsib olar. Alarsınız, belə bir gözəl evə sahib olub. Bu pilləkənlərdən asta-asta, həzin-həzin qalxarsınız. Yəni, evin gözəl bir kokusu da var. Belə tam fərqli bir evdir, həqiqətən. Ağ rəng insanların ürəyini asdı. Bu da bizim sevdiyimiz Mansar. Ərazi olaraq, maşallah olsun, da bilməm indi göstərirəm, sonra problemlər yaşayıram. Əhatəsi bağlı, bağçalı, da yaxından götürməyim. Hamısı dostlar, belə villaların əhatəsində olan bir yerdir. Çox bahalı bir ərazidədir. Görürsünüz ki, yaşamaq üçün ən ideal bir ərazi tapmışıq sizlərə. Bu da bizim Mansar hissəmiz. Qiymət olaraq, dinən qiyməti? Qiymət olaraq dostlar, 950.000 manata. Bu 950 boyda imarətgah, manata. saray. 1 milyon yarımdan düşüb 950 50.000 minə. manata. Endirimlə təcili satılır. 050 756 00 47. Takibat frəy yazın. Bomba kimi bir dənə evdir.